Bakıda bugün səhər saatlarından etibarən şəhəri bürüyən duman yalnız görmə məsafəsini azaltmaqla kifayətlənmir, həm də insanların sağlamlığı üçün ciddi risklər yaradır. Xüsusilə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər, yaşlı və uşaqlar bu vəziyyətdən daha çox təsirlənə bilər. Bəs dumanlı hava şəraiti insan sağlamlığına necə təsir göstərir? Yeni Sabah az məlumat verir ki, həkimlər belə havanın sağlamlıq üçün təhlükəli olduğunu, xüsusilə bir sıra şəxslərin səhhətində müəyyən problemlərin ortaya çıxmasının qaçılmaz olduğunu qeyd edir. Kimlər üçün risk yüksəkdir? Asma və bronxit xəstələri, havada olan çirkləndiricilərin miqdarı artdıqca tənəffüs yollarında qıcıqlamalar baş verə bilər. Bu isə asma tutmalarını və bronxit simptomlarını gücləndirə bilər. Yaşlı insanlar, yaşlılarda ağaciyər və ürək-damar xəstəliklərinin yaranma riski daha yüksək olduğundan dumanlı hava onların səhhətinə pis təsir göstərə bilər. Uşaqların tənəffüs sistemi daha həssas olduğuna görə havada olan zərərli hissəciklər onların sağlamlığına zərər verə bilər. Xüsusilə açıq havada işləyənlər, tikinti işçiləri, nəqliyyat sürücüləri və sair bu vəziyyətdən daha çox təsirlənə bilər. Mütəxəssislər risk qrupuna daxil olan insanların bu dövrdə açıq havada uzun müddət qalmaqdan çəkinmələrini, lazım gəldikdə isə qoruyucu maskalardan istifadə etmələrini tövsiyə edir. Eyni vaxtda evlərdə hava keyfiyyətini yaxşılaşdırmaq üçün hava təmizləyicilərindən istifadə etmək faydalı ola bilər. Eyni vaxtda evlərdə hava keyfiyyətini yaxşılaşdırmaq üçün hava təmizləyicilərindən istifadə etmək faydalı ola bilər.